Əzizlərim, indi dünəndən bugünəcən çoxlu adamlar zəng edirlər. Onlar məsələn elimizin özəyi olan Profesör Fərahim Sadıqovdan tutmuş, onun balaları da və digər elm adamları. Mənim şahidlərimin bir qismi Amerika Birləşmiş Ştatlarındadır, bir qismi İngiltərədədir, bir qismi Fransadadır, bir qismi İsveçdədir, bir qismi Çindədir, bir qismi də Yaponiyada, Koreyada fəaliyyət göstərirlər. Lakin bu bəyan hörmətli İsmail müəllim dedi ki, mən məkanın yerini bilmədiyim üçün yubandım, ancaq zamanında gəlmişəm. Şərəfli adamların hansı anda məclisə gəlməyinin heç bir əhəmiyyəti yoxdur. Onun çünki onlar həmişə şərəfli olurlar. Həyat İsmail müəllim gözəldir. Əsas məsələ budur ki, həyatdan zövq alır. Bu zövqü bizə verən Allah'dır. Ona görə ki, bütün dövrlərdə mümkün torpaqları, dünyada olan mümkün torpağı hazır. O Allah bizə bəxşir. Bu da Azərbaycandır. Azərbaycan yenilməz bir dövlətdir. Mən tarix müəllimi olduğu üçün deyirəm. İllər boyu Azərbaycanda çoxlu hadisələr olur. Bu hadisələrin içərisində bizə ruh verən, qida verən Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətinə rəhbərlik etməsidir. Daim ürəyi bu ölkə ilə vurur. Azərbaycan mənim ürəyimdir, sözlərini təkrar edir. Mən 92-ci ilin axırlarında Ulu Öndər ki, çıxış elədi ki, vətən təhlükədədir. Mən rayon icra hakimiyyətinin rəhbərlərindən biriydim. Kişi deyir ki, vətən təhlükədədir. Bu usulda oturmağa mənim haqqım yoxdur. Mən döyüş meydanına getməliyim. Ona görə də Masallı gənclərindən ibarət 518 nəfərlik batalyon təşkil elədim İsmail müəllim. Onların hər birinin arxasında bir dənə körpə sızıldayırdı, bir dənə gəlin sızıldayırdı, bir ana, bir ata sızıldayırdı. Ancaq bunları gətirib verdilər mənim əzizim Elsəbənin yaşadığı rayona, Neftçala rayonuna verdilər. Orada böyük kazarma var idi. Bunlar da ki, bəzilərinin heç ayaqqabısı da ayaqlarında yox idi. İllər keçdi, mən Ulu Öndərlə 90-cı illərdə Azərbaycan Tarixi Muzeyində görüşmüşəm. Onda çox gözəl İsmail müəllim tərbiyə məktəbi vardı. Mən gördüm ki, Ulu Öndər öz oğlunun əlindən tutur. Oğlu isə atıya sığınır. Atıya sığınan adam da köməyi Allah'tan alır. Allah'tan alır. İllər keçəndən sonra mən gördüm ki, orada bayraq meydanında artıq Ulu Öndər özü prezidentin qoluna girib. İlham müəllimin qoluna girib. İndi həyatdır. Mən həmişə deyirəm ki, insan gərək əxlaqlı olmalıdır. Məsələ bundadır ki, əzizlərim, Ulu Öndərin davamçısı Azərbaycan Respublikasının prezidenti, daimi prezidenti. Mən onu həmişə ürəyimin başında saxlamışam. Görüşəndə
o 3 dəfə dedi ki, nə xahişim var Mirqab müəllimdir. Dedim, cənab prezident, mənim xahişim böyükdür. Dedi, de, çox hündür adamdır, çox ürəyi gövrək prezidentdir, kimsədir. Dedim, mənim xahişim budur ki, mənim canım da sənə qurbandır. Çünki sənə ölkəni idarə edirsən, dövlətlər içərisində Azərbaycan adlı dövləti yüksəldirsən. Bunları dedim, onun da gözü doldu, mənim də gözüm doldu. Mən də biraz ürəyi gövrək adamam. Ancaq bilmək lazımdır ki, bəyəm Əhəd müəllim dedi ki, müəyyən episodlardan düzdür, Masallıya gələn 90%-dən çox şəhidləri mən torpağa tapşırmışam, mən gətirmişəm. Bizim rayonumuzun icra başçısı Araz müəllim məscidə gələndə məscidin axundu dedi ki, Araz müəllim biz nə iş görürsə Mirqabil müəllimə arxalanırıq. Mirqabil müəllim ağsaqqaldır. Araz müəllim ona bir dənə söz dedi. Dedi Mirqabil müəllim indi yox, 40 il bundan da Masalda ağsaqqal idi. Mən çörək kəsdiyim insanları heç vaxt unutmuram. Çünki onlar hamısı əxlaqda təmiz insanlardır. Əxlaqda təmiz insan. Prezident Allah uzun ömür versin ailəsinə, yoldaşına, uşaqlarına, nəvələrinə. Mənə verib tərəqqi medalı, mənə verib əməkdar müəllim, mənə verib vətən naminə, mənə verib nümunəvi məktəb, 5 dəfə sərəncam verib İsmail müəllim, ölkə prezidenti mənzil. Ancaq mən heç vaxt deməmişəm. Səryandan Astarıyadan yeganə adamam. Hüseyin müəllim həmişə deyir, yeganə adamam ki, mən dövlətin tərəfindən bu qədər qayğı ilə əhatə olunmuşam. İlahi, mənim duamı qəbul edə. Mən bildirirəm ki, məndən sonra məni tanıyanları çox yaşat ki, məni sonradan tanıtdıra adam qalsın tanıtdırmağa. Əzizlərim, həyat bir vəfadır. Bir də baxın gördüm ki, sağım gedir, solum gedir, təsbihin dənələri kimi seyrəlirlər. Açığı, salamilək edən adamların çoxu artıq həyatda yoxdur. Mən isə qalmışam ki, onları xatırladım. Bizim bir nömrə ilə 2 nömrəli məktəbdə təxminən 60 müəllim dünyasını dəyişir. Çoxu da xəstədir. Allah onlara da sağlamlıq qismət etsin. Yaşasın Azərbaycan, yaşasın bizim dövlətimiz, yaşasın ölkənin prezidenti İlham müəllim. Mənim canım da bütün dövrlərdə bizim Ağdəbəddən icra başçısı var idi, Rafil müəllim. Onun əmri verilmişdi, ancaq Ağdəbədə getməmişdi. Mənim ad günümə gəlmişdi. Mən çox dedim ki, bəs prezident əmr verib, siz orada Ağdəbəddə olmasın. Dedim İlham müəllim, mən icazə almışam ki, gəlim sənin ad günündə də iştirak edeyim, sonra gedim Ağdəbədə. Yaşasın elə kişilər, elə kişilər. Mən 24-dən artıq birinci kağıtlı və başçılarla işləmişəm. Hamısında mənim ürəyimdə əziz xatirələri var. Çünki onlar hamısı öz dövrünə görə çox gözəl işləyirlər. Həddindən ziyarət. Mən onların hamısına minnətdarım. Ancaq burada ən gözəl məsələ isə mənim ustadım, böyüyüm, ədəbi tərbiyəni öyrəndim Məmməd müəllimdir. O Mirzəfər Bağırovun dövründə Masalda birinci katib olub, öz yerinin, öz yeznəsinə, maarifin inspektoruna verməyib, Ələddin Həsənovdan xahiş edib ki, göndərdiyiniz o uşağı direktor qoysun. Yoxsa Fəhlə balası Əlçin hara direktorları. 27 yaşında böyük bir məktəbə rəhbərlik elədi. Allah Məmməd müəllim ruhunu şad eləsin. Sağ olun, təşəkkür edirəm. Allah sizi də çox görməsin.
Biraz belli. Ne gürültülü alkış. Tebrikler. Bir de sana. Alkışlar. Alkışlar. Eyvallah veriyorsun. Eyvallah. Toplam verim abi ya. Veriyorsun. Mabeyle iyi bir tane. Korkun.